Bəzən insanlarda müəyyən bizə xas olmayan və bizim tənqid edə biləcəyimiz bəzi xüsusiyyətləri görürük və başlayır o insanı qınamağa, onu iradə zəifliyi adlandırırıq. Hansı ki, burada müəyyən asılılıqları göstərə bilərik. Qumar asılılığı, narkotik asılılığı, siqaret asılılığı və s. Əslində, insanda yaranan hər bir asıllıq müəyyən psixoloji ehtiyacın göstəricisidir. Düzdür, burada iradənin də müəyyən rolu var, amma bu insanlarda müəyyən müddətdən sonra iradə ilə həll oluna bilməyəcək bir vəziyyətə gəlir. Və onların təsnifatda bir adı var. Məsələn, ludomaniya var ki, bu qumar asıllığıdır və bunun xüsusi terapevtik müalicəsi var. Siz ətrafınızda olan insanları bu səbəbə görə qınamayın. Onun psixoloji ehtiyacını dəqiqləşdirməyə çalışın. Heç bir həyatı yolunda gedən, özünü xoşbəxt hiss edən insan qumara qurşanmır və yaxud da narkotikdən istifadə eləmir. Hansısa bir səbəblər var ki, bu o insanı ona vadar edir. Dərin insan bunları görə bilən insandır. Yəni, tez bir zamanda görünəni görüb, onu öz beynində bir qınaq obyektinə çevirən insan deyil. Siz də bu məsələlərdə diqqətli olun. Özünüz belə müəyyən vərdişlərdən əziyyət çəkirsinizsə, özünüzü qınamağa əvəzinə onun səbəblərini aydınlaşdırmağa çalışın. Hansı psixoloji ehtiyacınız qarşılanmır və bunun qarşılığında elə bir şeyə yönəlirsiniz. Ətrafınızdakı insanlar da varsa, onları da hansısa mütəxəssisə yönləndirmək və yaxud da psixoloji olaraq bacardığınız qədər dəstək olmaq o insanın həmin vərdişi tərk etməsinə köməklik göstərir. Təşəkkür edirəm dinlədiyiniz üçün. Əgər kanalıma abunə olmamışsınızsa, abunə olmağı unutmayın. Bundan əvvəlki videolarda da sizin üçün faydalı məlumatlar bölüşmüşəm.